Salam əziz uşaqlar, biz bu günləri yuvarlaşdırma haqqında danışacağıq. Yuvarlaşdırmanın qaydası odur ki, hər hansı bir ədədlərdə 0, 1, 2, 3, 4 gələrsə, ədəd olduğu kimi qalır. 5, 6, 7, 8, 9 olarsa, ədəd 1 vahid artır. Özündən sonraki ədəd 1 vahid artır. Məsələn, deyək ki, 34. 34 ədədində 3 onluğumuz var, 4 təkliyimiz var. Və biz bunu yuvarlaşdırırıq. Onluqlara qədər yuvarlaşdırdıqda görürük ki, 3-dən sonra 4 gəlibsə və bizdə qaydada da deyir ki, 4 olarsa ədəd olduğu kimi qalır. Və təklik 0-a dönüşür, onluq da olduğu kimi qalır. Çünki onluğa qədər yuvarlaşdırmışıq da biz. Onluq olduğu kimi qalır, təklik isə 0-a dönüşür. Məsələn, deyirik ki, 57. 57-nin ədədini onluğa qədər yuvarlaşdırsaq və burada da qaydada görürük ki, 7 gələrsə, onluqdan sonra 7 olubsa, 7 gəlirsə, ədəd 1 vahid artır. Yəni, onluq 1 vahid artır. Çünki onluğa qədər yuvarlaşdırırıq da, onluq 1 vahid artır. Onluğumuz da neçədir? 5. 5 1 vahid artır, olur 6 və təklik də 0-a dönüşür. Məsələn, 3 rəqəmli ədədlərdən götürək misal. Məsələn, nə deyək? 328 ədədini yuvarlaşdıraq. 100-lüyə qədər yuvarlaşdıraq. 100-lüyə qədər yuvarlaşdırırsa, görürük ədəddən sonra, 100-lükdən sonra 2 varsa, 2 gəlirsə və biz də qaydada yazım 2 olarsa ədəd olduğu kimi qalır. Yəni, 100-lük olduğu kimi qalacaq. Və qalanları isə 0-a dönüşəcək. Olacaq 300. Məsələn, yenə də həmin 328 ədədini onluğa qədər yuvarlaşdıraq. Onluğa qədər yuvarlaşdıraq. Yəni, 100-lüklə işimiz artıq burada yoxdur. 100-lük olduğu kimi yenə də qalacaq. Çünki 100-lüklə işimiz yoxdur. Biz onluğa qədər yuvarlaşdırırıq. Baxırıq onluğa. Onluqdan sonra 8 gəlib təklikdə. 8 gəlirsə, onluq 1 vahid artacaq. Və təklik 0-a dönüşəcək. Yəni, bu qədər asan. Əsas qaydanı bilmək vacibdir. Qaydanı biləndən sonra misalları da həll etmək olar. Məsələn, başqa bir misal deyək. 978 ədədini 100-lüyə qədər yuvarlaşdırsaq. Məsələn, burada çox uşaq biraz müəmmalı qalır bu sual buna. Baxın, 7 gəlirsə, 100-lük 9-dur, onluq 7-dir, təkliyimiz də 8-dir. Və 100-lük 9-dursa, dedik ki, 9-dan sonra 7 gəlirsə, ədəd 1 vahid artır. Yəni, 100-lük burada 1 vahid artıb nə olacaq? 10 olacaq. 10 yazırıq və qalanlar da 0-a dönüşür. Olur 1000. Və yaxud da ki, 978-i yenə də onluğa qədər yuvarlaşdırsaq, 9 olduğu kimi qalacaq. Çünki 100-lükdür. 100-lükdən işimiz yoxdur. 100-lük olduğu kimi qalır və onluq 1 vahid artacaq. Çünki 8 gəlir təklikdə. Qaydada da deyir ki, 8 gələrsə 1 vahid artım olur. Və təklik də 0 olacaq. Bu qədər əziz uşaqlar. Ümidvaram ki, nəsə öyrənə bildiniz. Öyrəndinizsə və başqa uşaqların da öyrənməsini istəyirsinizsə, like edin, abunə olun ki, yəni digər uşaqlar da faydalansın. Sağ olun.